30 Days Soft Challenge 12-ci gündən hər kəsə salam. İlk olaraq sizinlə birlikdə üz baxımımızı edəcəyik. Ona görə onu da videoda çəkdim. İstifadə etdiyim məhsullarda bir-bir hamısını göstərirəm. Bu serumu həqiqətən çox bəyənirəm. Üzümü ekstra nəmləndirir. Ona görə məsləhət görərdim. Və bu Evoline-ın bu nəmləndirici kremi çox qəşəngdir, əla nəmləndirir. Üzümə başqa heç nə vurmuram. Makyajsız sadəcə üz baxımı ilə imtahana gedirik. Üzümü bol-bol nəmləndirdikdən sonra isə keçirəm üzümə masaj eləməyə ki, üzüm daha belə nəmli görünsün. Bu arada makyaj eləməyi gündəlik olaraq çox sevmədiyimə görə ancaq imtahanlara belə nəmləndirici və hafif bir gloss ilə getdiyimi görə bilərsiniz. Belə masaj hərəkətlərlə nəmləndiricimi vurduqdan sonra tam təbii görünümü əldə edənə qədər nəmləndiricimi vururam. Üzümü də hafif biraz masaj eləyirəm. Sonra isə keçirəm göz kreminə, yenə Evoline-ın. Görünür ki, mən deyəsən Evoline Cosmetics həqiqətən çox sevirəm. Neysə, göz kremini də vurduqdan sonra keçirəm əl kreminə. Əllərim bu aralar çox quruduğuna görə bu günlərin əl kremi vurmağımı da düşündüm və vurdum. Belə, çox yaxşı nəmləndirir bu arada, bu nəmləndirici də çox bəyəndim. Bu nəmləndiricinin çox gözəl ramaşka qoxusu var, çox bəyənirəm. Çoban yastığı qoxusu gəlir. Məncə çox gözəl bir kremdir, çox yaxşı da nəmləndirir bu arada. Burada isə artıq imtahana getmək üçün hazıram. Üz baxımından sonra üzümün parıltısını göstərirəm. Və imtahanda heç bir video çəkmədiyimə görə imtahana çıxış videomu çəkirəm. Burada Adobe'nin güzgüsündə videomuz. Sonra isə qaydırıq evə. Burada amma evdən hələ çox uzaqdayım. Bu arada bu günlərin çox addım atmışam. Bugün 6111 addım atmışam. Və nəhayət evə gəldikdən sonra kitabımı oxuram. Həqiqətən çox səhifə oxudum. Ən sevdiyim hobbi isə cibimi rəngləməkdir. Cibimin üz bölməsini artıq tamamlayırıq. İnşallah növbəti videolarda bir yerdə cibimi tamamlayacağıq. Vlogumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Videonu bəyəndinizsə bəyənməyi, səhifəni izləməyi unutmayın. Növbəti günlərdə görüşənədək sağ olun.